معصومه سپهری هستم، نویسنده کتاب‌های لشکر خوبان و نورالدین پسر ایران. یکی از خصوصیات بارز آقای سید نورالدین آفی که به چشم میزد استقامت و سخت‌کوشی ایشون بود. اینکه بعد بترسه، نمیدونم میزنن، بعد زخمی میشم، اصلا چیزی تحت عنوان ترس در وجود این آدم نیست. Elə bu söz idi, zəbanzəd idi hamının ağzında ki, baxın ASD bizərə məsələn utanan, məsələn o ki bizərə tənbəllik eləyir. Baxın ASD görün o neynir. Mən məmulən elə yaradanardım ki, bu təmizat çölədən plankartla gətirənməydi. Mən Seyid Nuraldin Afiyəm. Mən burada dünyaya gəlmişəm. 4 qardaş, 2 bacı və atam, anam, 8 nəfər ki, burada zindiganlıq elədik. Gəldim Rahanə. Namaz qutundan sonra Rahan məscidində o qədər adam yığışmışdı ki, fikir edən məsələn 300-400 nəfər. Orada da 50-60 dənə formu verəcəklər. Yox, mən çox dalıda idim. Yox, o qədər bunlara fişar vaad elədim ki, fikirəm 4-cü, 5-ci adamıdır mən formalar. Bunu dövlət qoymurdu, 16 sinni vardı. İkisindən də nicrahanım, deydim daşlar, bu ölüm ayəsi, ayə bizə çox bir şey. Daha sizə idamə verin, daha sizə quytanın, sonra bir var, inqilab tuğlanıdır, gedəsiz. Gəldik getdik Xasavandan. 5-10-20 gün, 27 gün fikirəm. Ya bir ay var. Almızış gördük. Haçxanım gəldi, oradan bir də otobuslarla yola saldılar. Qeyb Həmdanovdan mən kucuna vardı olmuşam. 14 ay Kürdistana qalmışam. 2 seyir zəxm olmuşam orada ki. Əvvəl seyir güllə oldu. Kucundan deyil. 2008 topun atış rəqabəsi ilə. Otobus şirlik elədi. Şirlik elədi, yoxdudur ki, məni at aparmadı. Məni atdı. Mənim 4 dənə nandəkim vardı, 4-5 dənə xəşabım vardı. Libaslar mənimdə idi. Yox. Mən göydən ki, yerə gəldim. Yox. Bir onu gördüm, mən yeydəyəm. Fəqət başım geçib qışlanma. Heysat yoxdur əynimdə. Uşaqlar da ki, bunu gördülər, hamımızı başlarına vururdu. Bunlar bir nəfrlə gətirilər mənim başımı, bu qışlanma sətindən çıxartdılar. Mənim bədənim düzəldi. Bundan ətlər tökülmüşdü, qışlar yanmışdı. Bərdən ki, mən zəxm oldu bu şəraitdən. Yox, mən götürüldülər ambulansa. Maşında şu sürətlə dağdan gəlir əşayəm, atırdı görə, tuturdu, atırdı görə, tuturdu. Neçə bərabər o zəxm olmam, bu ambulansı atırdı, tuturdu. Onda adam əziyyət çəkirdi. Pərəstlər vardı ki, deyir, mən bir şərtlə bu həll edə bilirəm ki, götürülə qətimimi deliyidilər. Yəni, ufunət o qədər, ufunət vardı ki, heç kəs vardı ola bilmirdi o tam. Hər kəs gəldim, mask vururdu da gəldilər içəri. Deyir, bir şərtlə mən sənin bədənini üzürləyə bilirəm ki, sən təhəmmülün olmuş olan. Mən səni saladam o vanların içinə, abi, betatini tökün, bir izafə bilməm, oksigenlə tökmədi. Bu apardı məni savdı, vanın içində su açdı. Yox, bir dənə dəsmal gətirdi mənim ağzıma qoydu, bir dəsmalla da ağzımı bağladı. Dişlərimi vurub sındırmaz. Yox, mən savdı ki, bu vanın içinə, vanın içinə salandan sonra bu kisəni götdü. Kisəni götdü, düşdü mənim canıma. O qəç vanın üstünə ət gəlmişdi ki, vanın altı gözləmidi suğun. Və o pərəstlərin o işi bahisdə oldu ki, mənim yaralarım yavaş-yavaş
üzə gəlsin. Yolu, o yanmış ətlər töküldü, o barutlar aradan getdi, yavaş-yavaş. Ondan sonra mənim halım yavaş-yavaş cüllənirdi. Buradan dödə çəkir, o cərahat. Həbətdə bu toxtamamışdım mən. Dödə. Bədənim zəxmi idi. Bəd az o Cunub'a izam oldu. Orada mən Qurdanı Şəhid Mədəniyə getdim. Sonra da əməliyyat Müslüm Nərgiz başladı. Durduq getdik suyun kənarındakı libaslarımızı yuvaq. Mən dedim, hava piyma gəldi bir dənə. Hava piyma gəldi, iqtidarını açdı. Soğut çıxardı, getdi. Mən rəhmət Seyid İqtidarda dedim ki, hava piymalar istəyib bombarın eləsin bu məntəqəni. Çünki bombardan bir yol başladı, xuşeyi bomlar ki, hava piyamada töküldü. Həm zaman mən ki fırlanırdım, düşə dəyiydi bilə mən. Mən düşdüm yerə bir miqdardan sonra bir yol səs ki vardı. İstəyəm bir özümü tapam. Gözlərimi siləndə ki, gözümü görmüyüb, siləndə dedim qan gəlir. Əlimi vurdum gözümə, gördüm ki, əlim geçdi gözümə. Bu bütün bir qanını sildim. Yadıma düşür, Sadıq da mənlədir. Tönəndə gördüm ki, bu rəhmətliğin də ağzından qan gəlir. O da şəhid olmuş. O şəhid olmuşdu, o da yaralanmışdı. Bunu aparmışlar, intiqal eləmişlər Əhvaza. Əhvazın məzxanasına. Oydan vermişlər Məşədə. سید نورالدین آفی اون سالها جوان 18 ساله است که برادر کوچکترش رو در برابر چشمان خودش میبینه که شهید میشه و خودش به طرزی باور نکردنی دهها ترکش میخوره و جراحت‌هایی نصیبش میشه که تا پایان جنگ و تا همین امروز با اونها دست به گریبان هست. Bir balazana düzəldi, istər o evləndirək onu. Eynində də bu ki, biz təşkilxana adı verək. Bir ikisinə gedəndən sonra bir dəxələ ay xoşbur var. Ondan dostluduq. Vahım buradan da olmuşdu. Gördüm bu çox bir müddət tutulubdu, qəmgin haləti var idi. Vaxtı namaz idi, biz çıxdıq orada bir həyətdə bir dolandıq. Çox bunu fişara qoyandan sonra mətrə elədi ki, bu cür biz bir neçə yerə həmşirələr, validən dərxast biləxərə bu xastiqarlığa gediblər. Mütəəssifanə əksimizi görəndən sonra cavabı rədd veriblər. Deyim olan onun qüssəsi yoxdur, fikir eləməzlər buna. Nəhayətən biləxərə sənə bir dənə fərd-i Hizbullahi bəndə amadiyəm tapam. Mən bir əsləmdən aldı, aparmışdı bunlara, burada qəbul eləmişdim. Onun xastəsi bu oldu ki, əgər mən bunun qəbl əzzambazlığının əhsin görəm ki, bu vaqiən madərzadı dəyi, ayrı bir təsadüfü dəyi, bu cambazlığı belə az ruh yetişib, o cəng olunubdur, bəndə amadiyəm. O ruhani orada o adı deyir ki, Atxamın cəhbəliydi. Atxamın əvəzində mən bəli dedim. Gördüm, bizim orada mənim yanımdakı əlim dedik ki, bunu kimləmə, o bəlli o deyəcək, sən demiyordun. Bilmirdik, Əraqlı hardadır, biz hardayıq. Yəni, tiri atılırdı, müşəxəs dərdi, elə yaxınıdır. Bir yer vardı ki, bir nəfər tirəndazda edirdi. Onun puçalar dəydi mənə, yandırırdı. Oğlumu yandırdı. Mən belə ki vurdum biləsindən ki, çəkil o yenə. Gördüm bu Əraqlıdır. در همه جا حضور پیدا میکرد. حالا اسمش تکتی انداز بود. اونجا سید نیاز هست بعد با سلاح نیمه سنگین کار بکنه، همین کارو میکرد. آرپیچی بزنه آرپیچی میزد، تیربار بزنه تیربار میزد، کمین بره کمین میره. بعد یعنی همه کار انجام میداد. Mesela İmamımızda Məşəddə mənə 7-8 dəfə əmələ mən getdim. Axırında deyir ki, mən orada fikrim 52 gün ya 53 gün kitabda gəlib ki, mən qaldım serum altındaydım.
Ey o pərəstlər deyərdim ki, sən Allah mənə bir qaşıq su ver. Bu da qəbul eləmədi, deyərdi su versən, öləsən. Deyərdim, qoy ölüm, amma bir liman su iç. Qəbul eləmədi, gedərdi bir daha dəsmal qazı, sıxardı, əlində elə sıxardı ki, dəsmal qazı quruyət, o gətirərdi, sütədi mənim dodaqlar. Mən zehnindən geçirdərdi, deyərdim, bir dənə çıxsam, bir liman süt içəcəm, bir liman su içəcəm, bir daha nuşal içəcəm, bir daha af meyvə, dəqiqədə bunlar titrəyirlərdi. Ondan qalardı. Təbim gedəm üstə, bunlar gətirirdilər, bir dənə laylon salırdılar. Laylon salandan sonra buzluğa tökürdülər. Buzluğa tökəndə bir yol mənim təbimi sillə ondan gəlsinlər şayət. Bu buzluğa tökəndə çünki mən susuzudum. Qışlarımı bağlamışlar, qollarımı bağlamışlar. Mən hərdəndən boynumu çöndərdim, çönürdüm, üzümü sürtürdüm o buza. Buzdan. Pəstə görüşü oturdu, gəldi başımı da saxladı ki, təbim gəlsin. Məşhurdur, deyərlər ki, Safiyeri qulağının dalısıdır. Deyərlər Safiyeri filan gəlsin, Safiyeri qulağının dalısıdır. Bir gün gəldi əməliyyatlardan sonra, Kərbəlayı Pənc əməliyyatından sonra idi. Gəlir xətt-i müqəddəm böldə bilər, xətt və dafəndə olurlar. Orada da bir axın parəyə düşür, qulağının dalısından yaralanır ki, Safiyeri əslən qalmır. Bəd az 40 gün, neçə gün ki, bu qədaya qutulmuşdu. Mənə gətdilər, bir yarım livan çay qoydular, yarım livan süt qoydular. Deyirlər ki, bu nəsimə mu içəcəkdir. Pikim, dünyanı verdilər mənə elə. Pəstə gəldi ki, istəyəm yer və vəz edəyəm. Gətdi bu şeydən, mən nadi istədim, düşənmədim. Bu pillərin tayından bir dənə qoydu. Yox. Deyir ki, əyağı qoy bu pilliyə, şəşayı. Mən ayağımı qoydum pilliyə. Bu bıçı qıçıma ki, tərkeş dərmişdi. Qoydum qıçım, qarnım, dalım. Yox. Tənha ki, salimidir, bu bıçı qolumdur. Yox. Bu bıçı qolumdan fişar varid elədim, düşdüm mən aşağı. O günədə mən yerə düşməmişdim. Mən yerə saldı. Yerə salandan sonra həqlə aynağın fasiləsi, o da 1 metr yarımdır. Elə ki, gətdi bir daha o pillələrdən qoydum, mən ayağımı qoydum pilliyə. Çox da vəzim dağlı olmuşdu, dağlı düşmüşdü. Mən gəldim aynanın yanına, qiyafəmə baxdım. Əvvəlsəyi ki, mən qiyafəmi gördüm, gəldim aynanın qabağına, baxdım aynaya, gördüm ki, bu mən dəyərim. Elə ki, başımı təkan verdim, gördüm ki, yox, özüm mənim. Vaqədən əvvəldə baxdım, qüssə edərdim. Damadımız vardı, onunla təyyarəyə getdik, mən getmişdim, onu tanımadım. İzi, gözü, həqiyanı dağılmışdı. Vaqiyyət bu ki, biz elə qüssə elədim. Yox. Biləxəs o qəbul elədim ki, indi sütünlə çay içəcəm. Yox. Bu heynidə gördüm ki, mənim qarnıma fişar gəlir. Bu pəstə deyim ki, mən qarnım açılır, patlar qarnım. Deyir ki, yox, patlamaz. Bu ki, əlini saldı, mənim qıçımla yapışsın, bir tərəfdə pehtərlə yapışsın ki, mənə belə götürsün, qoysun üstə. Həm zaman ki, bu iş gördüm, mənim qarnım açıldı. Mənim qarnım açıldı. Rudələr tökülüb işiyə, qarnım tökülüb işiyə. Məni budur götdü, çaldı, taxtın üstünə. Qışqıra qoydu, çıxdı getdi. 2 dəqiqə sonra mən gördüm ki, hamının o tirağın altındakı həmişə baxardıq o tirağa. Həmişə o tiraqlardan nifrətim vardır. Həmin otağın tiraqları. Bir bihuş olan dolar gözlüyümü axardı. Bir də o gedəndə ki, istədilər bihuşa gəldim, çeyrin bir hissidəsində gözüm axardı. Gördüm o tiraqların altındayım. Süt də qaldı orada, çay da qaldı orada. Bir dəfə mən bunu suda gördüm, bədənin gördüm, qorxdum deyim. Bu vəziyyətlə olan kollən tikişidir. Yəni tikmişdilər bədəninə yeyin. Zehnimdən çıxdı. Mən o qədər əməl oldum ki, axırda istədim də əməllər idamə vermədim. İndi mən istədim əməllərimi idamə verim. Fikrim 15-20 daha əmələ mən gedəm. Çünki mənim ufun ətim vardı. Sonra təykeşim vardı. Yox. Hətta bimarstan Fatimə Zəhrədə o bədənin bihuş götürmürdü. Bimarstan halı bizdirirdi ki, bimarstan adam sayıydı ki, tez olsun, qurtulsun, qeysin.
Geysin məntəqiyə. Yox. Adam ki çox qalanda bimarsan adama darıxma gətirdi. Məsuliyyətimiz nə mənədir? Vəzifəmiz nə mənədir? Əlbəttə bu şəhidlər ki, bu İsa'gərliklər ediblər. Bu nizam düşüb bizim əlimizə. O şeyi ki tapmışıq, ələ gətirmişik, çox böyük bir şeydir. Biz 10 bərabəri bu şəhidlər, şəhid verək. O ki ələ gətirmişik, o çox mühümmədir. Mən tabi teydatlar indi o neymətin qədrini bilmirlər, naçiz sayılırlar. 1400 il zəhmət çəkdilər. Axı bu gün əlimizə düşdü. Heyfdir. Heyfdir. Onu biz əldən verək.